Mən təsəvvür edirəm ki, hal-hazırda bu evi almaq üçün video baxan izləyicilərim arasında bir rəqabət gedir. Bəli, bura möhtəşəm bir bağ evidir. Dəyərli izləyicilər, belə bağ evləri, zövqlü bağ evləri tək-tük hallarda çıxır satışa. Bugün sizə elə bir bağ evi təqdim edirəm ki, istər keyfiyyəti, istər dizaynı, istər görünüşü və istər də yerləşmə yeri çox möhtəşəmdir. Bura Novxanıdır. Novxanıda əsas yolu kənarında 3 sot torpaqda minimalizm, amma minimalizmin içində o qədər gözəl, zövqlü dizayn yerləşdirilib ki, heç milyonluq bağa buranı dəyişmərəm. Dəyərli izləyicilərim, sizə elə bir qiymət söyləyirəm ki, bilirəm xoşunuz gələcək bu qiymətdən. 294.000 manata. Məqsəd bunu tez satmaqdır. Sahibi bunu real satmaq istəyir 294.000 manata. Bura maşın qarajıdır. Girən kimi jalyuz, yol asfaltdır, manqalxanası. Burada mənim oturduğum hissə, jakkuzisi, hovuzu, şəlaləsi, ocaqbaşı və gördüyünüz burada istifadə olunan əşyalar, yəni dekorlar, əşyalar heç bir ucuzlu deyil. Ola bilər ekrandan tam yansıtmayayım, onu gerçəkdə görmək lazımdır, gəlib baxmaq lazımdır dəyərli izləyicilər. Bura bunun həyət yanı sahəsi, landşaftına söz yox, dəniz qarşı tərəfdədir, girdiyi evin içərisinə. Bura giriş hissəsidir, mətbəx mebeli yığılıb, elektronikalar qoyulub, hazır bir yaşa bir bağ evi təqdim edirəm sizə. Yer isti, döşəmə qranitdir, belə bir maraqlı aboydan yox, emulsiyadan istifadə edirlər. Gizli otaqlarla məşhurdur bu ev, dəyərli izləyicilər. Gördüyünüz kimi şpon bilinmir, amma içərisi sanitar qovşağı tam müasir, yeni avadanlıqlarla. Bu hissədə romantik yataq otağına dəvət edirəm sizə birinci mərtəbədə. Bəli, şamlar da yanmış vəziyyətdədir. Geniş, içərisində isə mebeli var. Veneçenka vurulubdur divarlara, yəni fərqli bir tekstura verir adama. Yer laminatdır. Bura zal otağıdır. Geniş, yerdən olan boya-boy pəncərələr və geniş bir zal. Taxta, müasir, plekan, altında led işıqlar öz sözlərini, gözəlliyini qatır villaya. Mən sizi ikinci mərtəbəyə dəvət edeyim. Yataq otağının zövqünə söz yox, dəyərli izləyicilər. İşığı da yandırım. Siz bu romantik yataq otağının içində olan geniş qardırob otağına da nəzər yetirin. Geniş hamam otağına da nəzər yetirin. Bir insanın komfortu üçün hər cür şərait bu evdə var. Almağa tələsin, almağa dəyər. Növbəti zövqlü bir yataq otağı. Genişlik olduqca yaxşıdır. Burada yataq, mebellər olduğu zaman da heç balaca deyil. Bu mənzərədə, bu stolda əyləşib qabağında Amerikano kofe, Xəzər dənizinin mehi, bu ekskluziv bağ evini almaq üçün mənimlə əlaqə saxlamağımız kifayətdir.